Və bugünkü dərsimiz metodlardır, C# metodlar. Ümumiyyətlə, belə bir dərsin planını deyim də. Birincisi metodlar nədir, onu izah edəcəm. Sonra parametrlər nədir? Params keyword var, o nədir? Metod overloading nədir? Metod signature, yəni metod imzası nədir? Bunlar hamısı bir-bir izah etməyə çalışacağam. İndi keçək bir dənə proyektimiz yaradaq. Harda yaradırdım mən proyekti? Nəsə təzə proyekt yaradacağım usta. Lap da bir dənə qovluq yaradım. Ya da elə bunun içində olsun heç. Bunun içində olsun. Bu da olsun bəs. Girib bir dənə təzə proyekt yaradaq. Çünki bu arraylərdən falan çıxırıq da. Hmm. On sərəf olsun. Adını qoyaq. Nə qoyaq? Məsələn olsun metod. 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 Belə qoyaq. Qovluğu da seçək. Qovluq. Yarat. Aha. Mən ümumiyyətlə birinci bunu izah edeyim ki, metod nədir? Metod. Müəyyən bir işi görən kod blokudur. Yəni mən tutaq ki, keçən dəfəki yazdığımız iş şeylərdə görürdük ki, hə, bir dənə gəlirdim, nəsə yazırdım. Nəsə tutaq ki, for each yazırdım və yaxud nəsə yazırdım da. Bu nəsə bir iş görürdü hamısı və yaxud da yazırdım ki, hə, console write line. Deyirəm ki, hə, məsələn, hello world, nə bilim nə, salam nə bilim nə, belə şeylər yazırdım da. Müəyyən bir iş görürdüm. İndi belə bir məsələ var ki, biz bu həmin işləri hissə ayırmaq istəyiriksə, burada bizə metodlar kömək eləyə bilər. Necə kömək eləyəcək? İndi onu yavaş-yavaş izah eləyək. Bir dənə sadə bir dənə nümunə yazaq. Yazaq ki, bura void. Void olanı bu arada geriyə heç nə qaytarmır. O deməkdir. Hello, məsələn, say hello bir dənə belə metod yaradaq. Örtədə sağ bağlayaq. Say yazaq ki, console write line. Məsələn, yazaq ki, salam. Məsələn, nə yazaq? Salam sinif. Belə bir şey yazaq. Salam sinif. Bağlayaq. Aha, indi biz bir dənə metod yazdıq. Və metodu da işlətmək istəyiriksə, həmin metodun adı ilə gəlib çağırıram. Gəlib burada yazıram, məsələn, say hello. Belə yazıb, bunu çağırıram, vsyo, metod işlədi. Bu formada biz şey eləyirik. İndi bu bizim metodumuzdur. Metodun adı var, say hello metodudur. Və bu müəyyən bir işi görən bir kod blokudur. Müəyyən iş nədir? Sinifə salam göndərmək. Burada belə bir şey var. Belə bir şey də var ki, məsələn, bizdə klasslar deyə bir söhbət var da. İndi məsələn mən burada gəlib burada main metodunu yazsam. Gəlirəm fərqli bir klassın içində fərqli metodu yazıram, fərqli bir klassın içində fərqli metodu yazıram. Sonra gəlib hamısı main içində çağırıram. Bu da clean kod üçündür. Yəni hər şeyi yazmaq üçün main içində hər şeyi yazmırıq. Bölürük, hissə yazırıq. Məsələn, bura gərək elə main metodumuzu yazaq da bura. Public yazmayaq da static yazaq. Static void məsələn main belə də deyirsən, hə, belə. Bu bizim main metodumuzdur. Sonra gəlib tutaq ki, mən burada bir dənə klass yaradıb eləyirəm. İçində başqa metod da yazıb gəlib bura çağırıram. Bu formada gəlib indi klass yaratmayacağam, çünki başqa dərsdə istəmirəm dərsdən kənar bir şey danışaq. Yaxşı, bəs parametr nədir? Hətta bura birini belə yazaq da. Yazaq ki, bura bir metod müəyyən bir işi görən kod blokudur. Yaxşı, bəs parametr nədir? Metodda kənardan məlumat ötürmək üçün istifadə olunur. Tutaq ki, mənim metodum. Məsələn, mən bayaq yenə eyni metodu yazıram. Yazıram ki, bura void daha doğrusu say hello. Məsələn, belə bir metod yazdım. Belə elədim. Console write line edirəm. Bu bağlayaq hətta indirik. Bu bağlayaq. Hələ ikisini heç də bildirmirəm. Mən indi buna parametr göndərmək istəyirəm. Tutaq ki, deyirəm ki, mən hansı parametr göndərsəm, o parametrə salam versin. Onda gəlib bura o parametr dediyimdə addır. Gəlib bura yazıram bir dənə string name. String name. Uje mənim metodum bir parametr qəbul edəcək. Və işlədəndə də gəlib belə bir şey yazıram. Məsələn, yazıram salam. Yazdım bura pil use məsələn name.
Yəni deyirəm ki, mən bu metodu hər dəfə çağıranda mənim həmən metoda daxil etdiyim parametrə salam göndərir. Məsələn, mən gəlib bunu main-də çağıranda say hello yazsam, belə mötərizəsi açıb bağlasam error verəcək. Niyə error verəcək? Mən bu üstə gətirsəm, qayıdıb deyəcək ki, bu bir parametr tələb eləyir. Həmən parametr də string tipindədir. Ona görə mən bura məsələn yazıram ki, belə yazıq da, Bəxtiyar, məsələn, Bəxtiyar. Uje mən bunu işlədəndə bu buna salam göndərəcək. Prosta bunu niyə işləmədi? Bir dəqiqə. Ola bilər ki, bu class kimi yaratmalıyam mən bunu. Ee, belə deyil ki. Hmm. Mən say hello gəlib burada çağırsam eyni problemi çıxardacam. Mən məsələn say Sən hello. main metodunu yazmasan da olar. Onsuz da avtomatik olur da main metodu belə. Hə, olacaq. Top Prosta mən level statement-də olur da. göstərmək üçün yazdım bunu. Ki belə bir şey var da. Bir dənə eləsən ya, görək nə olur. Nə edirdim mesela? Bax, məsələn. İndi məsələn bura bir dənə yazdım ki, yenə eyni formada. Hə, işlədin. Prosta mən yəqin ki, main metodunu biz həm də klassın içində yazmalıyıq. Ona görə problem çıxır. İndi görək bu formada işləyəcəkmi? İşləməlidir böyük ehtimal. Vay. Salam Bəxtiyar. İndi bir dənə bura boşluq da tutaq ki, heç olmasa şey olsun da. Boşluq qoysun. Bura qoyaq hətta boşluq, heç bir şey eləmir. Salamdan sonra bir dənə boşluq qoyaq. Hə, sio. İndi gəlib bir də metod çağırım məsələn. Bunu bir də çağırım. Gəlim bir də belə eləyim. İçinə yazım ki, hə, məsələn Musa. Salam Bəxtiyar, salam Musa. Sio. Elə bil ki, biz gəldik metoda bir dənə parametr daxil etdik. Bu nədir? Tutaq ki, mən belə bir şey var. Bir dənə metodum olacaq. Metodumdakı toplamaq metodudur. Hər hansı bir işi görəcək. Deyirəm ki, metodun içində bir dənə şey olsun. Bura 5 olsun məsələn. 5. Bir dənə rəqəm təyin etmişəm əvvəldən. Məsələn, A-dır təyin etdiyim rəqəm. Sonra deyirəm ki, int bir dənə yenə rəqəm daxil olsun parametr kimi. Hər dəfə metod çağıranda da onun içinə əlavə eləyim. Məsələn, bir dəfə 5, bir dəfə 6, bir dəfə 7, bir dəfə 10, nə belə daxil eləyim. Hər dəfə toplasın. Eyni şeydir. Parametr də şey eləyirik. Bura yazım hətta ki, metodun parametri metoda kənardan məlumat daxil etmək üçündür. Metoda kənardan məlumat daxil etmək istəyirəm. Onda da gəlib parametr istifadə edirəm. Vsyo. İndi belə bir şey də var. Params nədir? Params mən məsələn metoda bir neçə dənə parametr əlavə eləmək istəyirəm və yaxud da bilmirəm ki, metoda neçə dənə parametr gələcək. Onun üçün mən paramsdan istifadə edirəm. Bunları bir dənə şey ataq. Ona görə də mən gəlib paramsdan istifadə edirəm. Params nədir? Tutaq ki, belə bir dənə metod yazıram yenə. Void məsələn topla. Adı olsun topla metodu. Mötərizəmizi açaq. Yazıram bura params. Bilmirəm axı nələr gələcək. Deyirəm ki, bir dənə array'm olacaq. Bir dənə array'm olacaq. Numbers adında. Bu array'in içindəki elementləri topla. Bilmirəm axı içində nəsə gələcək. Yazıram bura. Biz array'in elementləri toplamaq elə bir task yazmamışdıq, amma bilirdik də ki, məsələn rəqəmdir. Bir rəqəm yox, ədəddir. Ədədin şeyləri toplayın deyəndə nə edir? Birinci gəlib samı sıfıra bərabər eləyirdim. Sonra array'dir deyə. Lap for each açaq. For each açaq. Gələk yazaq bura bir dənə for each. Yazım ki, bura int number məsələn, number in numbers get. Həmən number-dır rəqəmi. Elə bil ki, array-in içində olan rəqəmləri hamısını bir-bir topla. Bir-birinə sama da bərabər elə. Vsyo. Gəlib bir dənə də burada şey eləyirəm, yazıram console write line. Bizə samı versin də axırdakı topladığı versin. Başa düşdün? Vsyo. Elə bil ki, indi mən neynədim?
Bir dənə metod yaratdım və ona paramsınan hər hansı bir məlumat daxil etdim. Hər hansı bir məlumat. İndi bunu çağıranda mən gəlib bura deyirəm ki, məsələn, metodun adı nə idi? Topla. Gəlirəm bunu belə eləyirəm. Burada içə nə verməliyəm? Həmən bu int numbers rəqəmlərimi verməliyəm. Gəlirəm bura deyirəm ki, məsələn 1, 2, 3, 4, 5, 6, 7, nə, hə, yaza gedirəm də, nə qədər istəyirəm yaza bilərəm. Çünki bu paramsdır. Hətta belə bir şey də var. Paramsına olanda niyə error vermədi? Onu da izah eləyim sənin üçün. Bayaqları say hello yazdıq. Burada bir dənə parametr yazmışdıq. Say hello içinə mən ad yazmayanda error verirdi. Amma mən bayaq paramsı izah eləyəndə dedim axı şeydir. Biz bilmirik nə qədər şey gəldi. Sıfır da gələ bilər. Məsələn, gəlin buradan eləyim. Aha, topladı verdi. 1-dən 8-ə kimi rəqəmlərin cəmini bizə topladı verdi ki, 36 imiş. Yəni bu fərqli versiyada da elə bilər. Məsələn, mən bunu o 40-a kimi, 50-yə kimi də yaza bilərəm. Başqa bir də belə bir məsələ var metodlarda. Bu nə məsələdir? Hətta bunu da yazdım ki, bura params nədir? Params. Params onda parametr sözünün qısaldılmış formasıdır. Hə də, yəni parametrlərin qısaldılmış olması. Səsin biraz Para aşağıdan gəlir bu arada sən. indi yaxşıdır. Bir dəqiqə mən azalmışam sən. Danış bir də. Normaldır. Hə, gözəldir. Hə, onda Bax, parametr sözünün qısaldılmış forması. Yəni parametrlər çoxlu, hə, bilinmir, hə. sonsuz Hə, sayda. hə. Deyirəm ki, məsələn bura params əgər neçə dənə məlumat yazaq, parametr yazaq da elə parametr gəldiyini bilmirəmsə, onda params ya da səhv yazmayım. Params istifadə edirəm. Şu. İndi bunu paramsı izah edeyim. Bir dənə metod overloading var. Adından bəlli olduğu kimi metodun çoxlu yüklənməsidir. Bu nə deməkdir? Gəlin bunu buradan bir dənə kontrol qazi eləyim. Gələk. Və bu metod overloading nədir? Tutaq ki mənim 2 dənə topla adında metodum var. Amma bunların parametrləri fərqlidir. Tutaq ki mən gəlirəm buradan, yazıram int, yenə bir dənə 2 dənə topla adında metod yazıram. Topla. Bunun parametrləri olsun int x, int y. Geriyə də nəsə qaytarmalıdır bu. Niyə qaytarmalıdır? Çünki bu burada qırmızı error 10 şeydir. Deyir ki, bax, deyir ki, bu nəsə bir geriyə nəsə qaytarmalıdır. Çünki biz bu bayaqki metodla void nə yazmadım da int nə yazdım. Yazdım ki, geriyə qaytardığı şey olsun return. X ilə y toplasın versin bizə. Ya da x ilə y vursun elə özü verdiyin yazaq. X ilə y geriyə qaytarsın. X ilə y-in hasilini. Sonra bir dənə metod yazaq. Əslində bu adı hasil eləyək lap. Lap olsun hasil. Hə. Bura gəlin bir dənə int hasil. Yenə eyni adda metod yazıram. Int 2 məsələn, int 2 int y int z versin. Hə, bir dənə də int y verək. Int y. Bu metodların parametri fərqlidir deyə bu metodlar bizə heç bir problem çıxartmayacaq. Yazıram məsələn 2 vurulsun y vurulsun z. Şu. Geriyə bunlar qaytaracaq bizə. Burada nə problem var? Bu nə deyir? Axı bu Sanki. problem çıxartmalı deyil ki mənim üçün. Niyə problem çıxartır? Yox, bir dəqiqə. Int x, int y. Deyir əvvəl istifadə olunub. Bax Hə. məsələn bu belə eləsən. Yox, olmaz axı. Sən eyni yazmalısan. Yox, eyni yazmalıyam. Hə, prosta niyə problemi çıxartdı maraqlıdır da. Başqa görən nə yazıb orada? Nəsə yazıb? Deyir ki, local variable or function named hasil is already defined in the scope. Amma Hə, başa düşdük. şeydir. Bilirsən niyə görə? Bunu. Bu kodu eyni səhvədə yazmışam deyə ikisini də eyni götürür. Deyir bu skopda istifadə olunub. Sən o başqa məsələn gəlib burada bir dənə klass yaratsan.
Məsələn, add class eləsən, adı elə olsun class, məsələn, bunu public eləyək. Məsələn, klassın içində mən gəlib həmin metodu yazsam, problem çıxartmayacaq mən. Məsələn, gəlib bunun içinə gəlib bu metodu yazsam mən, heç olmayacaq, işləyəcək. Problem çıxmayacaq. Bu qədər. Yəni bunu demək istəyir. Biz elə bil ikisini də eyni şeydə yazmışıq, assembly-də yazmışıq. Ona görə problem çıxardır. Məsələn, belə eləsəm, heç bir problem çıxmayacaq. Prosta bu skop biraz artıq oldu. Bir dənə də skop atmalıyam bura. Bu niyə belə oldu ki? Error. Declaration'da problem oldu. Ya başa düşdün nə demək istəyirəm? Elə bil ki, Şeydir, hə. elə bil ki, gəlib fərqli klassın içində yazsam, sonra bu klassın obyekti yaradıb burada. Gəlib bunu çağırsam, problem olmayacaq. Sonra gəlib bu klassın burada obyektini yaratmalıyam. Sonra onu gəlib orada çağırmalıyam. Belə, belə. Onda bir dənə də hasili çağır, hasili metodunu. Abi məsələn, Bir dənə çağır. o işləməyəcəksə bu işləyəcək. Məsələn, gəlib burada yazsam Hə, hasil. indi onu mən overloading-ini görmürəm axı orada. Bildim. Prosta, bax məsələn, gəlib belə bir şey eləsəm, necə eləyək, belə eləyək də, 1 olsun, bir də 3 olsun da, məsələn, belə bir şey eləsəm, bunu run eləsəm, mənə heç nə çıxmayacaq. Bunun səbəbi odur ki, Yoxsa normalda yaza bilərdin. Arda-arda ha, hamısını yazmalıydın sən. normalda yaza bilərdim. Prosta niyə yazmadım, mənə də maraqlıdır. İndi bir dənə də yox ya da. Bir dənə indi gözlə, belə eləyək də bunu. Bir dənə bu kontrol KC eləyim hələ ki. Bax, bir daxil elədim. Bu məndən X istəyir, bir də Y istəyir. X Hə, istəyir, bir də mən Y başa istəyir. düşdüm. Mən başa düşdüm niyə orada Hə, səhvdir. Bilirsən nədir? Sən ki- yerlərini dəyişmisən. Int necə y elə? int y-dən əvvəl olmalıdır. Bir dənə elə yoxla. Hə, İkinci elə ona hasil var. görə. Mən elə düşünürəm. Milyard faiz elə olmalıdır. Eləmə yadıma ya. Bir dənə yoxla. Çünki bildiyim qədərinə ardıcıllıq eyni olmalıdır. Ola bilər. Deyəsən ha. Bu yanlış deyə bilərəm. Yox, işləmədi. Gör nə yazır ora. Yenə nə yazır? Yenə eyni şeydir də, deyir işləmirsən bir dəfə. Mən bunu gəlib belə eləsəm, düzələcək. Bir dənə buna baxmaq istəyirəm. Bu niyə işləmədi? Mən o çatmır. Bu metod niyə işləmədi ki? İkisinə görə ki, niyə bir-birinə vurmadı? Bax, məsələn, normalda metod overloadingdə, məsələn, mən gəlib belə bir şey eləsəm, Bəlkə sən yəni public yaz gör nə olur. bunu qabağına yazım public-i. Yoxlaya da nə gedirsən, nə bilim oğlum mən nə deyim. Eyni Public. şeydədir, ona görə problem çıxmamalıdır. Şey eləməyəcək. Bax, əslində metod overloading deyəndə, məsələn, mən gəlib eyni adda 2 dənə metod yaradıram, amma parametrlər fərqlidir. Biri çağıranda 2 dənə rəqəm daxil edirəm. O birisi çağıranda 3 dənə rəqəm daxil edirəm. Ona görə də compiler bilir ki, mən neçə dənə parametr daxil etmişəm, ona uyğun metod işlədir mənim üçün. Belə olur normalda metod overloading. Prosta burada niyə bu işləmədi mənə çatmır. Araşdıraq da bir dənə yazaq bura bir dənə. Yazaq ki, bura metod overloading in C sharp. Belə bir şey yaz. W school'da çıxdı elə. Bax neyniyib? Hamısını şey eləyib. My method. Amma əslində burada bu şey eləyib. Bunu belə eləyək məsələn. Bunu double eləyək də. Double eləyək. Bunu da bir S hərfi birini silək. İndi yenə problem çıxdı. Deyir yenə adı eyni işləmsən. Bax, burada gəlib my method. Deyir müxtəlif tipli ədədlərin toplayın ki, üstünə malik aşağıdakı nömrə nəzərdən keçirin. Static void, static int, static double. Bax mən yazıram, mən də özümdə. Bax, eyni şeyi gətirib, sonra gəlib bunu bir dənə main metodunda çağırıb. Gözlə bir dənə main metodu atım bura məndə. Gəlim tutaq ki, bura deyim bir dənə main metod. Main metod bu olsun. Belə bir şey eləyək. Bunu sil. Gəlim.
Bunu mən burada məsələn çağırım. Hasil. Hasili çağır. İçində də deyim ki, bir də 2 olsun. Hə, indi işləmədi. Niyə işləmədi? Çünki bunu qoymamışam. Bu niyə götürmədi? Static local function cannot contain reference to hasil. Aha. Hətta belə bir şey eləyək də. Yazaq ki, əslində bildim niyə işləmir. Belə olmalı da. Prosta burada niyə problem çıxdı? Mənə çatmır. Hə, buna görə 2 dənədir. 2 dənədir deyə. Bunu kontrol KC elə. Bunu buradan sil. Aha, Yenə qaldı. yenə qaldı. Burada belə eləyib də bu da qardaş. Mən necə eləyim ki indi bunu mən? Maraqlıdır. Götürək bunu kopyalayaq məsələn buradan bütöv. Gəlin bura atım məsələn bunu. Bunu lap sileyim. Belə olmalıydı axı. Bax yenə də eyni şəkildə problem 4 dənə çıxardı. seç. Məsələn bunu bir dənə belə də. Yenə eyni şəkildə problem çıxardı. Fikir verirsən? Mən də özümdə yazıram, məndə də başqa bir problem çıxır. Iıı, heç də çıxartmır ekran. Ola bilsin məndə biz nəsə səhv eləyirik. Prosta nə səhv eləyirəm ki mən? Klass sil vəbşi. Məsələn mən bir dənə belə plus metodu yazmışam. Demişəm ki belə elə. Sonra gəlib demişəm ki 8-dən 5 topla. Sonra şey elə. Rəqəmi çıxart ekrana. Hə, niyə işləmirsən bəs? Maraqlıdır. Həqiqətən maraqlıdır. Ən yaxşı ChatGPT-yə atmalı, görə nə deyir? Olar. Bir dənə bu kontrol faylı o eləyim. Deyim ki, bu fərqli eləyib əslində. Bu parametrlər eyni eləyib. Prost bu şey dəyişib. Əsl parametrlər dəyişib. Parametrlərin tipləri dəyişib. Bu da düz deyir, hə. Bunu bir dənə kopya eləyək məsələn. Gəlim bura. Mən Gemini istifadə edirəm daha çox. Düzdür, hər şey eləmişəm də. Əgər proqramı sonunda xətalarsanızsa, bu böyük ehtimalla metodun özü də bağlı deyil, yazılan yerlərə bağlıdır. Deyir ki, metodlar mütləq bir klassın içində yazılmalıdır. Birbaşa boş faylda yaza bilməzlər. Main metodunun içində yazılması, metodları static void main metodunun içində yaza bilməzsə, onlar main metodu ilə seviyədə çağırılan qeyd müəyyəni. Şimdi çağırsan, komplet hansını seçəcək, qarşı bilə baxmayaraq ki, bu halda adətən double olan seçir. Doğrusu, mən bayaqdan deyirəm də, belə bir dənə bir səhifə açmalıyıq klass proqram adında. Ona görə problem yaranır. Deyirəm də, klass proqram açmalıyam ki, o bilsin ki, mən nə edirəm. Öyle bu mouse niye işlemiyor normal. Ha. Bu formada biz bir şey açmalıyıq. Ha, burada heç bir problem çıxmır, gördün? Deyirəm də ki, bu class proqram adında bir dənə class açmalıyam. Sonra onun içində gəlib işləməliyəm. Onda. Onda indidən Mən eləsəm çıxacaq ikizdə. Bax, çıxdı ikizdə. çıxdı. Hə. Deyirəm də bayaqdan ki, belə olmalıdır. Bəs niyə elə olmur? Axı normalda top level statement-də də top Bu level belə bir şey var da. Bax, compiler bilmir ki, sən nə edirsən. Ona görə o assembly-yə çevirəndə o çaşır. Ona görə biz bir klassın içində yazmalıyıq. Onu deyirdim də bayaqdan ki, biz bir klassın içində yazmasaq bilmir. Assembly-yə çevirəndə bilmir ki, biz nə edirik. Məsələn, mən indi burada yazdığım şeyi bu kompüterin dilinə çevirir, sonra RAM-a göndərir hesablayır nağarı.
indi mən yazdığım şeyi əgər bu kompüter dilinə çevirə bilmirsə, orada problem çıxır. Bu normal haldır. Class proqram adında bir dənə şey açıb, sonra metodları bildirib, sonra şey eləyirəm. Gəlib main metodunu çağırıram. Gələ elə class proqram içində davam eləyək. İndi metod overloading bildin də nə deməkdir, yəni. Məntiqi bildin. Ha, onu bilirəm. O statik polimorfizmə aid bir nümunədir hətta. Hə, Yəni overloading. hə. İndi metod signature nədir? Onu deyim. Metodun imzası deyək, kimliyi deyək, ikisini də deyə bilərik də. Mən daha çox imzası demək istəyirəm və yaxud da kimliyi deyə, eyni şəkildə, eyni formadadır da. Buna. Hətta burada yazaq ki, bir dənə dəqiqə burada yazaq elə. İçi nələr daxildir? Burada yazıram. Metod signature. Nələr daxildir buna? Birinci nöqtə qoyaq. Birinci metod adı. Metodun adı. İkinci parametrlərin sayı. Parametrlərin sayı. Üçüncü belə deyək. Üçüncü parametrlərin tipi. Yəni tipi. İndi məsələn mən gəlib bu metodun kimliyi, metod signature-yə baxmaq istəyirəmsə bu metodu. Gəlib metodun adını yazacağam. Plus metod. Sonra parametrlərin sayı. 2 dənə parametrim var. Parametrlərin tipi. Parametrlərimin ikisi də double tipindədir. Bu formada gəlib şey eləyirəm. Bu arada belə bir şey var. Daxil deyil. Məsələn, parametrin adı, məsələn, tam parametrin adı nədir? Burada x, bir də y. Parametrin adı daxil deyil. Amma return type var. Məsələn, burada yazmışam ki, return type. Return type nədir? X-in y-in cəmi. Bəzi hallarda şey olur. Daxil ola bilər. Amma indi burada sayılmır da. İndi belə bir metod yaz da. İndi sən özün el. Başa düşdün də burada hər şey söhbət nədən gedir. Ha, anladım. İndi mən sənə 3-4 dənə tapşırıq verəcəm. Asan tapşırıqlar, çox asan tapşırıqlar. Atıram, indi WhatsApp-dan atıram. Onda biz deməli bir skop daxilində, Hı, yəni bir metodu ikinci dəfə çağıra bilmirik də daha. necə? İndi mən o hasil metodunu bir skop daxilində yarada bilməyəcəm daha. Elə burada məsələn bir skop daxilində yaratmısan class proqramında. Bir dənə elə bil ki, eyni şeydə götürməlisən də onu. Bir Yox, səviyyədə alt-alta götür. yaratmaq istəyirəm də 3-4 dənə. Ha, yaratmışıq da məsələn burada biz alt-alta yaratmışıq police metodu 3 dənə. Amma class proqramı içində ancaq boş fayl idi Bil elə bil bayaq bizim yazan. bildim, mən də özümdə yaradıram. Məndə deyir ki, bir dəfə çağırmısan hasili. Hə, hə. Və mən təzədən açdım. Hı, Top level statement olmadan da normal özü hı, açıqda class proqram statik hə, hə. void void altında yazdım int hasil 2 dənə parametr return Hı, elədim. Bitdi. Bir də altında bir dənə də eyni şey yaratdım. Int c parametrini əlavə elədim. hı. Amma mənə deyir ki, bir skop daxilində istifadə eləmisən. Şeyi dəyiş bir dənə sən. Tipini dəyiş metodun. Double elə. Hə, 2 dənəsi int ola bilməz. Hə, elə bir dənə double elə. Elədim. Yenə deyir ki, çağırmısan artıq. Bir dənə ekrana paylaş. Onda mən gərək qabağına statik yazmalıyam. Statik yaz, hə. Statik yazmalısan əslində. Böyük ehtimal. Əslində statik yazmasan da olmalıdır. Çünki amma niyə belə oldu? Mən əslində bunu araşdıracağam indi bu. Görüm niyə. Gözəl Bax indi yazdım yeni yazdım. statiki yenə deyir ki, şeydir, çağırmısan bir Sən skop bir dənə daxil. ekrana paylaş. Mən o rekordu söndürürəm. Hə, yaxşı. 2 dəqiqə.